Allahım, elə etmə ki, bir facir bir insan, namərd bir insan, pis bir insan gəlsin mənə yaxşılıq eləsin. O yaxşılıq eləsə mən onu sevərəm. Niyə insan sevir ümumiyyətlə? Sirri nədir? Deyir, niyə insanda sevgi yaranır? Sevginin səbəbləri nədir? Cavab belə verir ki, iki şey. Ya qarşı tərəfdən sənə bir mənfəət gəlir, fayda gəlir, ona görə sevirsən. Yaxud səndən o qarşı tərəf bir zərəri dəf eləyir, ziyanı dəf edir, ona görə sevirsən. İki şeyə görə. Ya xeyir gəlir, ona görə sevirsən. Ya səndən bir zərəri uzaqlaşdırır, ona görə sevirsən. Qəlbi Allah belə yaradıb. Xeyir verənə qarşı məhəbbət, səndən ziyanı uzaqlaşdırana qarşı yenə də məhəbbət. İkisi ya, biri yox. Sevirsən. Sənə bir nəfər belə bir xeyir verdikdə. Dua Peyğəmbərimizdən budur ki, buyurur, Allahümmə la təcəal li facirin aleyyə yədən fəyuhibbuhu qəlbi. Allahım, elə etmə ki, bir facir bir insan, namərd bir insan, pis bir insan gəlsin mənə yaxşılıq eləsin. O yaxşılıq eləsə mən onu sevərəm. Qəlbimin xüsusiyyəti, özündən danışmıram. Qəlbin xüsusiyyəti budur. Yaxşılıq eləyəndə sevirsən. Ona görə müğayət olun ki, hər insanın yaxşılığını da qəbul eləməzlər. Çətinliyə düşürsüz hərdən, düşürsən çətinliyə, görürsən bir nəfər gəlir, bir nanəcib bir insandır, gəlib sənə kömək edir. O anda sənin imtihanındır. Bəziləri ona Allahın lütfü kimi baxır, o gəldi, Allahın lütfüdür, kömək elədi. Yox, Allah sənə o anda da imtihan eləmək istəyir. Görə çıxacaq biləcəksən o imtihandan, yoxsa yox. Adam hər adamdan kömək istəməz və hər adamın köməyini də qəbul eləməz. Bədəli nədir, cəzası nədir? İçində ona qarşı sevgi yaranacaq. Cəzası budur. Siz elə bilməyin, elə qəlb olacaq, qalacaq belə, xeyr. Nanəcib bir insan sənə yaxşılıq eləsə, get-get ona qarşı sevgi yaranır. Qəbul eləmə yaxşılığın. Yox dünən. Qəbul etmə. Bəlkə də Allah sənin imtihanı vələ o yoxda qoyub. Ona yox deyəsən qapını açsın. Bəlkə də bütün planlar hamısı bu sistem ki qurulub, sənə başına gələn imtihanlar. Bir dənə onun üçün qurulub ki, görək ona nə deyəcəksən. Sən elə bilsən imtihanın bulardır. Bunlar səthi imtihanlardır. İmtihanın sənin o çətin anda bir nanəcib bir insan gəlib sənə kömək eləyəcək ki, Allah istəmir sən o köməyin qəbul edəsən, bəlkə də imtihanın odur sənin. Bütün bunlar hamısı onun üçün qurulub. Gəldi orada ilişdi. Bəlkə də ona yox deyəndən sonra bütün qapılar açılmalıydı. İnanın mənə, bəlkə də elə bəzi məqamlar var ki, bir an var ki, o anda dözdün qapı açılır. Allah rəhmət eləsin o alimə, Həddad. Alim deyildi, adi bir insan idi, Həddad dəmirçi idi, amma bir kəramətləri var idi. Ayətullah Qazinin də tələbəsi idi, yadıma düşdü. Deyirlər ona, sən bu məqama necə gəldin, çatdın? Deyir, Allah qaynanamdan razı olsun. Deyir, nə mənada? Deyir ki, mən ki bir kasıb adam idim, ailə ki qurmuşdum. İndi belə qaynanalar da olur da hərdən. Bu deyir, mənə zülm eləyirdi. Evim də yox idi, orada qalırmış, yazıq. Deyir, evə girən kimi başlayardı danışmağa, elə nələr deyirdi mənə. Mən də elə dözərdim. Deyir ki, bir dəfə də yenə gəldim, evə girəndə başladı danışmağa. Da ürəyim partladı mənim. Durdum, çıxdım, deyir, evin üstünə. Dama deyir, çıxdım ki, da bu səsini eşitməyim. Bu da gördüm, orada çıxmışam, biraz səsini qaldırdı ki, bunu eşitdirsin. Deyir, düşdüm oradan, dedim, Allah, cavab vermədim, amma dözdüm, deyir. Düşdüm oradan, dedim, ilah vərəb, day, özüm bir çarə qılda. Bir neçə addım atmışdım ki, bir də gördüm, Allah bir xüsusi bir məqam verdi mənə. Orada da yazılıb nə verdi, də işim yox onunla. Allah deyib, bir dənə xüsusi bir məqam verdi mənə. O, bir dənə orada qalmışdı, ondan keçdi. Biz gəlirik, qəşəng gəlirik bəzi vaxtlar. Maşallah, gəldik. Belə deyək də, cüməyə hazırlaşmışıq, misal deyirəm. İnşallah mübarizə gedib, gecəm cümə xütbəsinə qulaq asacam. Gəldin, çatdırdın özünü, dəstəmazı aldın, girdin içəri, xütbəyə də qəşəng qulaq asdın, namazı da qıldın və s. İndi bu imtihan qutarmıraq, çıxırsan bayra, çıxanda, biri keçdi qabağından, bir dənə gözün sataşdı naməhrəmə. Bir var sataşdı, bir də var baxdı. O bir dənə o baxmaq, bunların hamısını eləyir. Vurdu, dağıtdı, bir püskünə qoydu. Ya onun bərəkətini qaçırtdı. Ya o qədər ki faydası var idi, o azaldı, biraz bir şey qaldı. Ona görə müğayət olun. Bəzi vaxtlar biz sonda hər şeyi xarab edirik. Qəşəng gəlirik, sonda xarab edirik. Ona görə Peyğəmbərimiz buyurur ki, İlahi və Rəbb, sən mənə yar və yardımçı ol. Nə mənada?
ki, facir bir insan, nəcib bir insan, bəşəriyyətə, Allaha qənim kəsilən bir insan mənə yaxşılıq eləməsin. Nə edirəm o yaxşılığın? Niyə elər? Sevərəm onu, istəyərəm onu, qəlb belə yaranıb. Qəlbin xüsusiyyəti belədir. Xeyir verəni sevir, ziyanı səndən dəf eləyəni sevir. Məhəbbətin sirri burada yatıb.